Salam dəyərli müdavimlər, bu videoda sizə bir test nümunəsi təqdim edəcəyəm. Hansı ki, son illərdə müəllimlərin işə qəbulu imtahanında yeni model test tapşırıqlarından istifadə olunur. Çalışmışam ki, burada yeni model test tapşırığına toxunum. Testin izahına keçməmişdən əvvəl qeyd edeyim ki, əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olmağı yaddan çıxarmayın. Eyni zamanda bizimlə ödənişli formada müəllimlərin işə qəbulu imtahanına hazırlaşmaq istəyən müəllimlər aşağıda göstərilən nömrəyə, yəni 055 623 1303 nömrəsinə WhatsApp-da yaza bilərlər. Həmin nömrəyə yazmaqla dərs və sınaq qruplarımız haqqında ətraflı məlumat əldə edə və eyni zamanda qeydiyyatdan keçə bilərsiniz. Son olaraq isə əgər hələ də kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olub bildirişləri aktiv edin ki, növbəti günlərdə müəllimlərin işə qəbulu ilə bağlı edəcəyimiz paylaşımlardan dərhal xəbərdar olasınız. Baxırıq suala. Yaradır sözünü düşünmək olmaz. Gəlin baxaq A variantı. Adlı halda olan isim kimi. İlk növbədə yaradır sözünü qeyd eləyirəm. Yaradır. 3 dəfə qeyd eləyəcəm. Nəyə görə? Çünki 3 formada təhlil edilə bilər. Yaradır. Hər birini izah edəcəyəm. Əgər biz adlı halda olan söz kimi düşünürüksə, bu sözün kökü yarmaq feilidir. Çünki bir şey yarılır ki, yara əmələ gəlir. Yəni sözün kökü feildir. Və yarmaq feilindən yara ismi əmələ gəldi. Yara nə ismin sualına cavab verir? İsimdir. Dır da şəxs xəbərli şəkilçisidir. Qeyd etmişik ki, söz başlanğıc formadadırsa, şəxs xəbərli şəkilçili sözdürsə, üzərində hər hansı bir hal şəkilçisi yoxdursa, demək ki, o söz adlı haldadır. Yəni, adlı halda olan isim kimi düşünmək mümkündür. Yar nə et feilin sualına cavab verdi. Yara nə ismin sualına cavab verdi. Dır da şəxs xəbərli şəkilçisidir. Adlı halda olan isimdir. İki leksik şəkilçili söz kimi düşünmək mümkündürmü? Bu variantı saxlayırıq. Keçirik C variantına. Feildən düzələn isim kimi. Baxın, feildən düzələn isim kimi düşündük. Qrammatik şəkilçisi vacib deyil. Sözün hansı nitq hissəsindən düzəldiyini bilmək istəyiriksə, o zaman sonuncu şəkilçinin hansı nitq hissəsinə artırıldığına fikir verməliyik. Sonuncu leksik şəkilçinin. Sonuncu leksik şəkilçi dedikdə elə bir leksik şəkilçi var. O da artırılıb yar feilinə, yəni yarım feilindən yara ismi əmələ gəlibdir. Feildən düzələn isim kimi düşünmək mümkün oldu. Demək, C variantı da doğrudur. Yönlük halda olan isim kimi düşünə bilərik. Bunun üçün təbii ki, sözü başqa formada təhlil etməliyik. Çünki mövcud vəziyyətdə A burada leksik şəkilçisidir. Hal şəkilçisi isə leksik yox, qrammatik olur. Burada sözün kökü olur yar ismi, sevgili canan bu anlamda isim. Sözün məsələn yaradır, sevgiliyədir, cananadır bu formada. Yar sözün köküdür və isimdir. A yönlük hal şəkilçisidir. Dır da xəbərli şəkilçisidir. Yəni, yönlük halda olan isim kimi düşünəndə iki qrammatik şəkilçisi olur və sözün kökü də isim olur. Yar feili yox, yar ismi. Bilirsiniz ki, yar sözü amonim sözdür. Bu söz həm isim, həm də feil kimi düşünülə bilər. Yarmaq dedikdə feil, yar sevgili canan dedikdə isə isim nəzərdə tutulur və yönlük halda olan söz kimi də düşünüldü. Xəbər şəklində olan feil kimi düşünülür. Xəbər şəklində olan feil kimi düşünmək üçün sözün kökü yar yox, yara olacaq. Çünki bir şey bizə yaramalıdır ki, yaraşsın. Yəni, yaraşmaq sözünün kökü də yaradır. Hansı yaradır? Təbii ki, yara bağlamaq bu anlamda yox, yaramaq sözüdür. Bir şey bizə yaramalıdır ki, yaraşsın. Yaramaq sözündən yəni işinə yaramaq bu anlamda. Yəni onun işinə yarayır ki, o yaradır. Yaratmaq sözü t-dır əvəzlənməsi baş verib. Çünki özündən sonra sait ilə başlayan ır şəkilçisi gəlibdir. O da ı saiti ilə başlayır və t-dır əvəzlənməsi baş veribdir. Yaratmaq sözü və ır da indiki zaman şəkilçisi. Əgər indiki zaman şəkilçisidirsə, xəbər şəklində olan feil kimi düşünülür. Nəyə görə? Xəbər şəkli bilirik ki, feilin bir neçə şəkli var. Məsələn, tutaq ki, deyirəm ki, əmr şəkli, xəbər şəkli, lazım şəkli, vacib şəkli. Xəbər şəkli feilin zaman şəkilçiləri əsasında formalaşır. Yaradır, nəyidir? Cümlənin sözün vurğusu düşür ır hissəsinə, çünki zaman şəkilçisi vurğu qəbul edir. Eyni zamanda zaman şəkilçili söz feilin xəbər şəklində olur. Yəni, feilin xəbər şəklini biz axtarırıqsa, zaman şəkilçili sözü axtarmalıyıq. Və xəbər şəklində olan feil kimi də düşünüldü.
İki leksik şəkilçili söz kimidir. Baxın, 3 formada sizə təhlil təqdim etdim. Burada birinci sxem kök, leksik, qrammatikdir. İkinci sxem kök, qrammatik, qrammatikdir. Üçüncü sxem isə kök, leksik və qrammatikdir. İstənilən halda 2 leksik şəkilçi iştirak etmir. Yalnız 1 leksik şəkilçi iştirak edir. Desəydi ki, 2 qrammatik şəkilçili söz kimi, o zaman bunu götürə bilərdik. Yəni yaradır. Yönlük hal şəkilçili söz kimi götürə bilərdik. Amma 2 leksik şəkilçili söz kimi götürə bilmirik. Doğru cavab olur B variantı. Belə dəyərli müəllimlər, yəqin ki, bu video sizlərə faydalı oldu. Video sizlərə faydalı oldusa, bu tipli videoları davamlı şəkildə kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olmağı yaddan çıxarmayın. Və eyni zamanda videonu öz olduğunuz qruplarda, əgər icazə verilirsə, videonu paylaşaraq da bizə dəstək ola bilərsiniz. Əgər siz bizə dəstək olub, abunə sayını artırarsınızsa, biz də çalışacağıq ki, müəllimlərin işə qəbulu imtahanına daha çox dəstək olaq.